Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarının və adətlərinin pozulması, hakimiyyətin zorla ələ keçirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə baxışının növbəti iclasında replika hüququndan istifadə edən müdafiə tərəfi dövlət ittihamçılarının çıxışlarında səsləndirdikləri faktlara münasibət bildirdilər. Təqsirləndirilən şəxslər prokurorların çıxışlarında səsləndirdikləri fikirlərlə, həmçinin özlərini onlara qarşı irəli sürülən ittihamla təqsirli bilmədiklərini söylədilər. Təqsirləndirilən şəxslər və onların hüquqlarını qoruyan müdafiəçiləri apellyasiya şikayətinin təmin olunmasını, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğvini və əvəzində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Zərər çəkmiş şəxslərin nümayəndələri isə müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin ədalətli hökm çıxardığını və həmin qərarın dəyişdirilməməsini məhkəmədən xahiş etdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar replika çıxışlarında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın və birinci instansiya məhkəməsinin hökmünün qanuni nəticəyə əsaslandığını və əsaslı olduğunu bildirdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar da bundan əvvəlki çıxışlarında da birinci instansiya məhkəmə hökmünün uzun müddət ərzində aparılan hərtərəfli məhkəmə araşdırmasının nəticəsi kimi qanuni, əsaslı və ədalətli olduğunu bildirərək dəyişdirilməməsini xahiş etmişdilər. İş materiallarında dəyişdirilməsini və ya ləğvini zəruri edən hüquqi əsasların olmadığını, müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürülən dəlillərin təsdiqini tapmadığını bildiriblər. Məhkəmə kollegiyası tərəfləri dinlədikdən və bütün çıxışlar yekunlaşdıqdan sonra qərar qəbul etmək üçün müşavirəyə getdi. Açıq keçirilən məhkəmə iclasını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatının əməkdaşları da müşahidə edirdi. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tədqiq olunmadan keçirildi. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçilər, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin olunublar. Təqsirləndirilən Lyova Mnaçakanyan, Arayik Arutunyan, David Manukyan, David İşxanyan və David Babayan Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.